Hər vaxtınız xeyir olsun. Bugünkü videomda sizlərlə mənəm İlahə, ingilis dilinə bağlı maraqlı teoriyalar paylaşıram. Bu dəfəki videomda sizlərə flashkartla necə söz ehtiyatımızı artıra biləcəyimizi göstərəcəyim. Bildiyimiz kimi flashkart bir tərəfində sözün özü, digər bir tərəfində isə sözün tərcüməsi və yaxud da sözün izahı, ingilis dilində izahını yaza biləcəyimiz bir kartdır. Bəs bu kartdan necə sözlərin örməsində istifadə etmək olar? Və bunu necə maraqlı etmək olar? Belə ki, biz bir kartı götürürük, ondan 10 və yaxud da 15 ədəd ola bilər ilk gün üçün. Daha sonraki günlər üçünsə bu kartın sayı arta bilər. Daha sonra biz kartları 5 dəstəyə ayırırıq. Birinci dəstədə hər gün öyrəniləcək sözlər, ikinci dəstədə 2 gündən 1, üçüncü dəstədə 4, dördüncü dəstədə 9 gündən 1, 5-ci dəstədə isə 2 həftədən bir öyrəniləcək sözləri götürürük. Bunu etməkdə məqsəd prosesin əyləncəli olması və sözlərin yadda qalan olmasıdır. Ümid edirəm ki, bu video hamının xoşuna gəldi. Əgər xoşunuza gəldisə, bəyəni qoya bilərsiniz və yaxud şərh qoya bilərsiniz. Gələn görüşlərə qədər hələlik.